Hər kəsi salamlayıram. Bugün sizlərə çox ləzzətli krab salatının reseptini bölüşürəm. Bu videonu sizlərlə indi bölüşdüm ki, yeni il süfrələrinizdə hazırlayıb qoyasınız. Əgər siz də mənim kimi krab çubuqlarını sevirsinizsə, o zaman mütləq hazırlayın. Videonu sona qədər diqqətlə izləyin, çünki burada düyünü necə hazırlamaq lazımdır, onu göstərirəm ki, salatda nə yapışsın, nə də əzilsin. Bütün sirləri sonda sizlərlə bölüşəcəm. Ona görə videonu diqqətlə sona qədər izləyin. Düyünü yaxşı yuduqdan sonra suyu belə tam təmiz olandan sonra artıq bişirirəm. Balaca bir qazana ya da tavaya töküb bişirə bilərsiniz. Düyünü və suyu tökdükdən sonra biraz da düyüyə su əlavə edirəm. Bir də qızlar sizə bildirim ki, bu qədər su mənə yetərli olmadı. Düyünün tam bişmədiyini görüb biraz da su əlavə elədim. Və qızlar sizə bildirmək istəyirəm ki, düyü bişən kimi salata tökmək olmaz. Soyuqla istini qarışdırmayın. Deməli qızlar, baxın, düyüm bişdi. Bişəndən sonra soyuq su ilə mən onu yuyuram. Suyunu bir neçə dəfə töküb yenidən doldururam. Həm düyüm soyuyur, həm də dəndən olur. Belə etdiyiniz zaman nə əziləcək, nə də yapışacaq. Deməli, mən düyünü yaxşı yuduqdan sonra, su soyuq olduqdan sonra bir 5 dəqiqədə soyuq suda gözlədirəm. 5 dəqiqə gözlətdikdən sonra süzgəcə töküb bütün suyunun süzülməyini gözləyirəm. Süzgəcə suyu süzüldükdən sonra salfetə töküb olan sularının da çəkilməyini gözləyirəm. Ona görə ilk öncə düyüdən başlamalısınız ki, vaxtınız getməsin. Düyünüz orada quruyana qədər siz ərzaqları doğrayacaqsınız və heç bir vaxtınız getməyəcək. Və bu arada bildirmək istəyirəm ki, düyünü bişirdiyim zaman yumurtanı da bişməyə qoymuşdum. Çünki videonun əvvəlində də dediyim kimi heç bir ərzaqı isti-soyuq qarışdırmıram. Yumurta da soyduqdan sonra doğrayıram. Mən 2 yumurtadan istifadə edirəm. Mən krab salatını bu reseptlə çox sevirəm. Amma bildirmək istəyirəm ki, kök istifadə edənlər də var. Siz də krab salatında kök qatırsınız ya yox, rəylərdə bildirin. Əgər sizlər də kök qatıb elə bəyənirsinizsə, bir dəfə elə də hazırlayacağım. Yumurtanı doğrayıb tökdükdən sonra bir ədəd xiyarı da doğrayıb tökürəm. Və qızlar, mənə elə gəlir ki, bu salat ən ucuz salat ola bilər, çünki çox az ərzaq gedir. Demək olar ki, 3-4 ərzaqla bu salat hazır olur. Və mən düşünürəm ki, bu ərzaqlar hamının evində olan ərzaqlardır. Bir dənə krab çubuqları hər zaman dondurucuda olmur, onu da alıb əlavə eləyirik. O da düşünürəm ki, elə də bahalı bir ərzaq deyil. Mən burada bir paçkanın yarısını istifadə eləyirəm. Amma siz istəsiz daha çox və ya daha az istifadə eləyə bilərsiniz. Və qızlar, dediyim kimi düyüyə diqqətlə baxın, necə dən görünür. Nə bir yapışma, nə bir əzilmə, heç nə yoxdur. Mən düşünürəm ki, bu salata əziyi, yapışqan düyü töksəz, heç də gözəl alınmaz. Ona görə dediyim üsulda mütləq hazırlayın. Düyünü də qarğıdalında tökdükdən sonra biraz duz əlavə edib mayonezini də töküb qarışdırıram. Mən istiyotdan istifadə etmədim. Zövqə görə əgər siz istəyirsinizsə əlavə eləyə bilərsiniz. Qızlar, bu salatımın bütün sirlərini sizlərlə bölüşdüm. Əgər bölüşdüklərimi siz də bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın. 5000 olmağıma çox az qalıb. Kömək eləyin, bir yerdə 5000 olar. 5000 abunəyə ulaşmağı çox səbirsizliklə gözləyirəm. Hər birinizin mənə göstərdiyi dəstək, sevgi mənim üçün çox önəmlidir. Sizlərin rəylərini oxuduqca mən çox sevinirəm. Və sizlərlə daha çox reseptlər bölüşmək üçün səbirsizlənirəm. Dəstəklərinizi gözləyirəm. Videonu bəyənib, rəy yazan hər kəsə çox təşəkkür edirəm. Kanalımda görmək istədiyiniz reseptlər varsa mütləq bildirin, hər birini hazırlayacağım. Sizlərin istədiyi, sevdiyi reseptlər olanda mənə daha çox xoş olur. Ona görə fikirlərinizi mənimlə bölüşün.
Hazırlayacak olan herkese nuş olsun. Videonu sona kadar izlediğiniz için her birinize teşekkür ederim.